gündəmdə olan bu gündəmdə olan bu hadisələr həqiqətən də mən də bir sadə bir vətəndaş olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq belə mən də qulaq asıram xəbərlərə və s. Dinləyirəm də belə deyək. Təsəvvür eləyin, səhər-səhər bir xəbərlərə qulaq asıram. Sevinç xanım Telman qızı və yaxud Səidə xanım Bəkir qızı və yaxud başqa jurnalistlərə qulaq asıram. Deməli, təsəvvür eləyin, bu güneyimizdə baş verən bu olaylardan təsəvvür eləyin, terrorist sepah, İslam keşişçiləri də belə deyək də, Xomneydi bilmirəm nədir adı belə. Mollaların elə bir xüsusi təyinatlıları da sepah, xüsusi briqadası da belə deyək. Sepah neyini? Bu etirazçıları gözlərindən vurub, gözlərini kör edir. 400 etirazçının gözünü vurub kör edir. Gör nə vəziyyətdir də bu. Bu insanlıqdan kənardır. Bu etirazlar zamanı 20 mindən çox bizim soydaşlarımız, Azərbaycan türkləri, ümumiyyətlə türklər belə deyək də, orada belə deyək də tayfalara bölünür. Afşarlar, Səlcuqlar və s. Türkmənlər, bir də Azərbaycan türkləri üstünlük təşkil edir, belə deyək. Yəni üstünlük təşkil edən türklərdir. Farsdakı 5-10 milyon olar olmaz. Bir də nəlim, gətir kürdləri soxuşdurublar, 2-3 milyon kürd var, belə. Bir sözlə ki, əsas türk hakimiyyəti olmalıdır orada. Azərbaycan olmalıdır. Yəni İran ləğv olmalıdır. İran ləğv edilməlidir. İran viran olmalıdır. Mollalar viran olmalıdır. Demokratiya bərpa edilməlidir. Dünyəvi bir dövlət qurulmalıdır orada. Vəssalam, mən bu qədər deyirəm. Bir də deyirəm ki, haram olsun o sepahın quldurlarına, o Azərbaycanın igid qəhrəman oğullarına, azadlıq istəyən igid qəhrəman oğullarına siz güllə qaldırırsınız. Sizi Allah vuracaqdır. Allahdan qorxursunuz, Allah deyirsiniz. Allah sizləri pərəm-pərçə eləyəcəkdir. O sepahçılar, o mollalar, pəhləvəçilər, nələr. O pəhləvi də gətirməyin, pəhləvi də gəlməsin. Bizim özümüzün Azərbaycanımızın içindən çıxan olsun, Azərbaycanımız, yəni türkçüsü olsun, vəssalam. Bir sözlə ki, yəni bax belə 20 mindən çox etirazçı öldürülübdür, 400 nəfərin də gözünü vurub, yəni güllə ilə vurub, patronla vurub, o sepahın quldurları, belə deyək də, baş kəsənləri, belə deyək, gözlərini kör ediblər etirazçıların. Hələ Təbrizin o oyuncusu var idi, oyuncusunu da həyat yolda, yəni futbol oyuncusu, belə deyək də, Təbriz traktorun oyuncusu, belə deyək, onu da həyat yoldaşı ilə birlikdə gülləliyib öldürüblər. Haram olsun siz, ay sepahın o quldurları, baş kəsənləri, haram olsun sizlərə. Bax belə, dostlar, fikirlərinizi şərh bölümündə yazarsınız, yaxşı dəyərli bu Azərbaycançılıq sevənlər, ondan sonra türkçülüyü sevənlər, yaşasın türk dünyası, yaşasın Turan birliyi, Bozqurtlar var olsun, Turan elləri var olsun. Turan ellərini sevməyənlər bizdən deyil. Namərddirlər, düşməndilər. Yaşasın Azərbaycanımız, yaşasın türk dünyası. Allah var eləsin. Az qalıb, mollaların da axırı gəlib də belə deyək. Salamatçılıq olsun.